Salam uşaqlar, İzə nəşriyyatdan olan adi və onun kəsirlərin 46-dan etibarən davamını verəcəm sizə. 46 eynən əvvəldəkiləri kimidir. Yəni, görürsünüzmü, misalın özü məxrəcdə təkrarlanır. Ona görə də 1 üzərinə gəlsin 6 bölü x bərabərdir x. Bu tənliyi həll edəcəksiniz. Burada nə edəcəksiniz? Bu biraz diqqətli olun. Bu 7-ci sinifə gəlir çıxır. A kvadratı minus b kvadratı. Yəni a çıx b, a üzərinə gəlsin b. Mən sadəcə sizi yönləndirəcəm. Amma həllərin özünüz eləyəcəksiniz. Yəni 1 çıx 2-də 1, 1 üzərinə gəlsin 2-də 1. Eyni ilə bu nə verəcək sizə? 1 minus 3-də 1, 1 üzərinə gəlsin 3-də 1. 16 4-ün kvadratıdır. Yəni 1 çıx 4-də 1, 1 üzərinə gəlsin 4-də 1. Nöqtə nöqtə 420-nin kvadratıdır. 1 çıxılsın 20-də 1, 1 üzərinə gəlsin 20-də 1. İndi baxırsınız ki, 1-dən 2-də 1 çıxanda 2-də 1 eləyir, toplayanda 2-də 3 eləyir. 1-dən 3-də 1 çıxanda 3-də 2 eləyir, toplayanda 3-də 4 eləyir. 1-dən 4-də 1 çıxanda 4-də 3 eləyir, toplayanda 4-də 5 eləyir. Nöqtə nöqtə 1-dən 20-də 1 çıxanda 20-də 19 eləyir, toplayanda 20-də 21 eləyir. Baxırsınız ki, ikincidən başlayaraq 2 ilə 2, 3 ilə 3. 4 ilə 4, 3 ilə 3. Bax, belə bu 4-də 5 ilə bir yerdə 5-də 4 ilə gedəcək. Çünki 9-da 1-dən sonra gələcək. 16-da 1-dən sonra 1 çıxılsın 5-də 1, 1 üzərinə gəlinsin 5-də 1 olacaq. Yəni, belə gedəcək də, başa düşdünüz. Bunlar da gedəcək. Bir yerdə bunlar da gedəcək. Qalacaq buradan 2-də 1, buradan da 20-də 21. Da videoda özünüz yazarsınız qalanın. Tabi bu boydasın mən yazdım. Daha sonra gəlirəm 48 nömrəli tapşırığa. 48 nömrəli tapşırıqda deyir ABC cəmini tapın. Tap deyir, tapaq da. Baxın deyir bunun cəmi 4-də 15-ə bərabərdir. 4-də 15 ümumiyyətlə nə deməkdir uşaqlar? 4-də 15 3 tam 4-də 3 deməkdir. Düzdür? Bunun tam hissəsi nədir? A-dır da. Yəni deməli A-mız 3-dür. Onda A-mız 3-dürsə, deməli 1 bölünsün, B üstə gələk 1 bölünsün, C bərabər nəyə? 4-dən 3-ə. Bildiniz? İndi burada belə yaza bilərəm də mən bunu. Baxın, bunu belə yaza bilərəm. İstəyirsinizsə 3-də 4-ü də 1 bölünsün, 4-də 3 yaza bilərəm. 1 bölünsün, 4-də 3-də 1 bölünsün, 3-də 4 yazaram ki, çünki uşaqlar 4-də 3 1 bölünsün, 3-də 4 deməkdir. Bax, bu 3-də 4 özü nə deməkdir? 1 üstə gəlinsin, 3-də 1 deməkdir. Düzdür mü? Parçalasam. Çünki 3-də 4 1 tam 3-də 1-dir. 1 üzərinə gəlsin 3-də 1, yəni B üzərinə gəlsin 1 bölünsün C. Deməli, B-miz 1-dir, C-miz də olacaq neçə? 3. B1, C-də 3. Maraqlı sual idi bu. Cəmini taparsınız. 49-dan izah eləmişdim də, var idi öncəki suallarda. Yəni, gördünüz plus minusdur da, buradan başlayaraq, amma diqqətli olun. Bura x versəm, 2 çıxılsın, x bölünsün 3, 2 üzərinə gəlinsin, bax belə. Bərabərdir 1x-a. İndi buradan heç nə, x-i tapacaqsınız. Sonra nömrə 50-yə baxırsınız. Deyir, bu olarsa, bunu tapın. Bunları alt bal toplayacaqsınız uşaqlar. Baxın, göstərim mən sizə. Z kız üzərinə gəlinsin. Tabi bir dəfə gəlmişik də üzərinə. Y, Z. İndi baxırsınız. X, Y, Z. Cəmin eləyir 17. 7 yazıram, 1 yadda. X, Z, Y. 17 eləyir, 1 yadda, 18. 1 yadda. X, Z, Y. 17, o da 1, 18. Всё. Gördünüz nə sadə sualdır. Ta yazında, yəni bunları. 51-ci sualda nə deyir burada? Toplayın da uşaqlar, bunları özünüz toplayarsınız. 52-də çıxmadı məntiqlə də alt balt yoxlayın. 53 də məntiqdir. Nədən 9 çıxanda 8 eləyir uşaqlar? Bilin də nədən 9 çıxanda 8 eləyir. Məsələn, 17-dən 9 çıxanda 8 eləyir. Deməli, onda deyimiz 7 imiş ki, buradan 1 onluq götürülür. Nədən 1 çıxanda 4 edir? Normalda 5-dən 1 çıxsam 4 edir, amma bunun 1 onluğun götürdüyünə görə olacaq 6. Bunlar məntiq olduğuna görə, bunları mən demək istəmirəm. Yəni, uşaq özü bunu tutmalıdır ritmi. Heç nə. 54 nömrəli tapşırıqda isə A-lara bir baxacaqsınız. Yəni, 4 onda 1 A-la, yoxsa A-lara bir baxmayaq. Ortaq vuruq kimi çıxardaq. 4 onda 1-i çıxartsam, A minus B. Buradan da çıxılsın 8 tam onda 2-ni çıxartsam, B minus A.
Aha, belə olur uşaqlar, gördünüzmü? İndi burada A çıx B, burada B minus A'dır. 4 onda 1 vuraq yazılın buranı. Baxın, bura üstə gəlmə eləyə bilərəm, amma burada mütərizənin için yerini dəyişəcəm. A çıx B, gördünüz. İndi A çıx B ortaq vuruq kimi çıxardıram, yerdə qalacaq. 4 onda 1 üzərinə gəlsin 8 onda 2. Qutardı getdi, hesablayacaqsınız. Və bir daha, indi qrupa da səs atacağım. İndi görəcəm ki, mən bunların sizə video izahını verirəm. Kim ki video izahı baxacaqsa, onda biləcəm ki, mən o dərsi izah eləyəndə deyəcəm, mən bu necə izah eləmişdim, mən bu necə demişdim. Tək-tək soruşacağım sizdən. A-nın hansı natural qiymətində bu kəsrin qiyməti 1/5-ə bərabərdir? Yəni 2A üstə gəlsin 9 bölək 14 bərabərdir 1/5. 1/5, 1/5, 1 tam 2'də 1, yəni 2'də 3 deməkdir. 2A plus 9 böl 14 bərabərdir 2'də 3'ə. Burada 2 ilə 14 gedir, burada 7 qalır. Yəni çarpı çarpaz vursam 2A plus 9 21'ə A-nı doğrudan tapacaqsınız. 56 nömrəli tapşırıqda birinci maşında 16,4 kilogram, ikinci maşında birincidən 4,2 kilogram az. Neynəyəcəksiniz? Bundan bunu çıxacaqsınız. Üçüncü maşında isə ikincidəkindən 1,8 kilogram çox yük var. Bunu çıxıb ikinciyi tapacaqsınız. Üçüncüyü tapmaq istəyirsinizsə üzərinə 1,8 gələcəksiniz. Üçüncü maşını tapın deyir, tay tapın. Yəni mən bunları deməyəcəm. 57 də asandır da. Əvvəl bu qədər metr kəsilib, sonra bu qədər kəsildi. Nə qədər qaldı? Təbii ki, kəsiləndə çıxılacaq. 58 nömrəli tapşırığa baxaq. İndi baxın 0,10'da bax neçədənəm? Dövr deyil ha, qarışdırmayın. 0'dan sonra 2 dənə rəqəm varsa, deməli olacaq nə? 100'də AB üstü xət 10A plus B deməkdir. Başa düşdünüz? O da bölünsün. Qoy bir dənə onu biraz burada yazım. Hə. 100'də 10A plus B bölək. Bu da verəcək sizə uşaqlar nə? 1000'də 10A plus B. Bildiniz? Üzərinə gəlinsin. Yenə adi burada yazacağım indi. 10A plus B bölünsün. Yazacağım 100'də 10A plus B. 10A yazım da. Hə. Üstə gəlinsin. A tam. Elə bir ki, belə düşünün də, bu 3 tam 10'da 4. Bunun bir sıfırın bir rolu yoxdur, başa düşdünüz. 3 10'da 4 kimi düşünün. Yəni A tam 10'da B. Yəni sıfırın orada bir rolu yoxdur. Bölünsün. Burada da olacaq. Elə A tam 10'da B. Yəni burada da mən sıfır artıra bilərəm də. Bunun heç bir rolu yoxdur. Axı başa düşürsünüz. O demək istəyirəm. Hə, bununla bu getdi. Burada cavab eləyəcək 1. Yəni bura 1'dir. Bu bildiki eyni şeylər. İndi baxın, hə, gəlin birinci buranı hesablayaq. Yəni 10A plus B bölünsün 100 bölək 10A yazılmır, hə. 10 dənə A üstə gəlsin B bölünsün 1000'ə. İndi yəni bu da yazanda bərabərdir. 10A plus B bölünsün 100 vurulsun 1000 bölünsün 10A plus B-yə. İndi bununla bunlar getdi. 1000'i də 100'ə böləndə eləyəcək 10. Yəni buranın cavabı elədi 10. Burada 1 elədi. Baxaq görə bura nə eləyəcək? Hə, burada çox güman böləndə görəcəksiniz ki, bununla bu gələcək 100 çıxacaq yuxarı. Qəşəng sual idi. Bu da gözəl sual idi. Qəşəng suallar var burada. Sonra 59 nömrəli tapşırıq sadəcə hesablamada hesablayacaqsınız. 60'ı tay başa saldım da uşaqlar. Burada AB tay başlarında qoymayıb özləri tay bilin də AB üstü xətti başa düşdünüz. Nə deməkdir? Bu 10A üstə gəlsin B deməkdir. Bu da A tam 10'da B deməkdir. Başa düşdünüz. Sonra bu da A tam 100'də BC deməkdir. BC üstü xət. A tam 100'də BC. Bu da 1000'də ABC deməkdir. Sonra belə ABC, belə. İndi baxanda özünüz görəcəksiniz ki, sizin düzgün olmayan kəsə çevirəndə özünüz görəcəksiniz ki, burada 100A üstə gəlsin, 10B üstə gəlsin C-dir. Bax burada. Bu da elə 1000'də 100A plus 10B plus C-dir. Əslində onların sürətləri ixtisar olunub gedəcək. Qəşəng suallardır yəni bunlar.
Biraz özünüz işləyin, görəcəksiniz. Müqayisə də eləyərsiniz, müqayisə də eləyərsiniz, müqayisə də öyrətmişəm. Çox gözəl şəkildə öyrətmişəm. Necə öyrətmişdim? Məsəl üçün, aradakı fərqlərə fikir verin, diqqət edin. Bax, məsəl üçün, burada sürətlə məxrəcin arasındakı fərq 1-dir. Düzgün kəsirlərdə nə edirdik? Düzgün olmayan kəsirlərdə nə edirdik? Düzgün kəsirlərdə kiçik-kiçikdir, böyük-böyükdür. Amma düzgün olmayanlarda aralarındakı fərqi, bax, məsəl üçün, 3-dür, düzdürmü? Aralarındakı fərq 3-dürsə, məsələn deyirəm, burada eyni ədədlərdir axı. Baxırsınız, eyni ədədlər deyil. Elə burada eyni ədədlərdir. Aralarındakı fərq 1,77-də bu eləcək. Neçə eləyir? 23. Bu eləyəcək 1,777-də çıxa bilmirəm. 233 eləyir. Yox, 223. Ha? 223 eləyir. Biləmədim. Deyən görüm, 777 çıxanmadım uşaqlar. Ondan 7 çıxaraq 2. Hə də 223 eləyir. Hə. 777-də 223. Bu da eləyəcək. 1,7777-də 2000 belə. Hə. 3-lər təkrarlanır. Hə, heç nə. Bunları qəşəng-qəşəng müqayisə eləyəcəksiniz. Oxşayım. 64 də ondandır. 65-də tabi bundan dəfələrlə işləmişik. 2-də 1 vuraq 3-də 2, nöqtə, 19-da 18. 2-lər gedir, 3-lər gedir, 18-lər də bir yerdə gedəcək. Cavabı özünüz taparsınız. 66-ya baxırıq. 66-ya da dedikdə necə tapırdıq? 1-dən 3-də 2 çıxacaqsınız. 3-də 1, 3-ü 3-də 1-ə böləcəksiniz. Toplayıb 4-də həmrəddə böləcəksiniz. Daha sonra da müqayisələr aparacaqsınız. Sonra keçirəm 67-yə, 67-yə həm müqayisə eləyəcəksiniz. Toplamağı da bayaqki kimidir. Uşaqlar 2-də 3, 3-də 4, 4-də 5, belə gedir. X-də x plus 1 olacaq, bərabərdir 10-a. İndi baxın, görün necə gedir. 3-lər, 4-lər, 5-lər, x-lar da gedəcək. Aşağıda biz buradan 2 qalacaq, gördünüzmü? Sol diagonal formasında gedir. Yuxarıda da x plus 1 bərabərdir 10. Çarpı çarpaz vurub oradan x-i necəksiniz? Tapacaqsınız. Gözəl sualdır. Burada da 69-da da nə olacaq? 2-də 3, 3-də 4, 4-də 5, nöqtə, 5-də 6. Yenə 3-lər, 4-lər, 5-lər gedəcək, qalacaq 2-də 6. Bu biz demişdik də parçalama yolun. N kvadratın n-ə, 2n-i də n-ə, 5-i də n-ə. Bu verəcək mənə n plus 2 plus 5 bölünsün n. Onsuz da bura qədər naturaldır. Bizə sadəcə 5-in natural bölənləri lazımdır. Yəni 1 ilə 5. Sonra 71 də ondandır. Keçək bura. Bax, qaydalarını verir ki, onun kəslərin toplanma qaydasını verir. Burada başqa bir çətin bir şey yoxdur. Gəlin bunu sizə başa çalacağım. Bax, belə bir şey var. Bir də belə bir şey var. Bax, parçalamaq deyirəm. Bunu bir dənə ortaq məxrəcə gətirsən, A-B-dən orta məxrəcə gətirinmi? Yox, gəlin parçalayayım uşaqlar. Gəlin sizə bunu parçalayayım. Bax, bayaqlarım ki, yuxarıda parçaladıq. Parçalamaq nə deməkdir? A bölünsün A, üzərinə gəlsin 4 bölünsün A. Çünki mənə verəcək də qəşəng şey. B bölünsün B, üzərinə gəlsin 16 bölünsün B, bərabərdir. A-nı A-ya böləndə 1 eləyir, 4 bölünsün A, üzərinə gəlsin. B-ni B-yə böləndə 1, üzərinə gəlsin 16 bölünsün B. Bura qədər aydındır da. Mən alıram ki, burada 2 üstə gəlsin 4 bölü A plus 16 bölünsün B. İndi bax, gör nə göstərəcəm sizə. Baxın, 4 bölü A üstə gəlsin 16 bölünsün B-nin qiyməti lazımdır. Mən buranı 4-ə vursam, avtomatik burada 4-ə vursam, 4 bölü A üzərinə gəlsin 16 bölünsün B-ni 24 alaram. Yəni, deməli, bunun qiyməti 24-dür. 24 də vurma, üstə gəlməliyəm. 2-ni üstə gəlmə var. Nədirsə 10. Gördünüz necə qəşəng, gözəli, gözəl, şirin tapşırıqlardır. 73 də rahatdır da, onu kəsir formasına salarsınız, bilirsiniz artıq bunları. Bunlardan da çox işləmişik, hansında düzgün. Bilirik ki, düzgün olması üçün 9-dan kiçiklər olmalıdır, ta ki 1-dən 8-ə qədər. Düzgün olmayanlar isə 7-dən sonsuzluğa doğru. Burada var 7, deməli 7 ilə 8 üstə düşür də. Özünüz görün. 76 da ondandır. 77-də tənliyin kökü 3-dür. Tənliyin kökü 3 bilsiniz nə deməkdir? Yəni x-in qiyməti 3-dür. Aparıb burada x-in yerinə 3 qoyursunuz. Kvadratı 9.
Vəsiyo. Oradan alanı tapacaqsınız. Tənliyin kökü o deməkdir ki, həmin x-imiz həmin ədədə bərabərdir. Sonra 79'da ne edeceksiniz? Bax bu x'in yanında ortadaki olduğu kimi saxlayırsınız. 21 onda 4'dən 5 onda 9'a çıxacaqsınız. Başa düşürsünüz? Yəni x üzərinə gəlsə 2 onda 2 bunların fərqinə bərabərdir. Aldığınız cavabdan da təzədən 2 tam onda 2'ni çıxacaqsınız. Sonra deyir hansı iki qonşu NATO ədədləri arasında yerləşdiyini tapacaqsınız. Məsəl üçün 4 6-sa 4 harda yerləşir? 3 ilə 5'in arasında. Tamam, mən istəyirəm ki, özünüz həll eləyəsiniz. Burada da bu ortadakı olduğu kimi qalır. Bir 12,1'i böləcəksiniz 11'ə. Aldığınız cavabın üzərində də 5 onda 4'ü gələcəksiniz. İki ardıcıl tek natural ədədin cəmi bu ədədlərin cəminə bərabərdir. Bu ədədlərin cəmini toplayacaqsınız. İki ardıcıl tek natural ədəd demir ki, toplayın da siz. Toplayanda bu eləcə, nə bilim, 9, 10, hesablayamadım. Gərək mən onları hesablayam, yaxşı. 4 tam %25, 4 tam %85, 2 tam onda 9. 5, 5, 10, 1 yadda uşaqlar. Sonra 2, 8, 10, 19, 1 yadda, 22 yadda, 4, 6, 4, 4, 8, 10, o da 2, 12. Deməli 12'dir. 2 ardıcıl tek natural ədəd demir ki, cəmi də 12'dir də. Hansı natural ədədlərin cəmi 12'dir? 5 ilə 7'dir də bu. Yəni böyükü deyirsə özünüz tapırsınız da. 82 də ondandır. Toplayıb 3'ə bölə bilərsiniz. Mən dediyim kimi birini ortada yazın. Məsəl üçün biri yazılır ortada, biri sağında, biri də solunda. Ən kiçik sağındadır, ən böyük solundadır. Mən necə deyirdim? Deyirdim toplayın bunları, sonra bölün 3'ə. Aldığınız cüt ədədi yazırsınız ortada. Sonra sağında ən böyük olur, solunda da ən kiçik olur. Məsəl üçün aldı 8, sağında yazacaqsınız 10, solunda yazacaqsınız 6'nı. Başa düşdünüz? Ən böyükü soruşursa 10, ən kiçiki soruşursa 6. 11'den sonra gələn 3 ardıcıl tek natural ədədin hansılardır bilirik? 13, 15, 17. Ədəd ortasını tapanda nə edirdik uşaqlar? Toplayıb 3'ə bölürdük. Aldığımız cavabı da vuracaqsınız 1/8'ə. Mənim hədsiz hesablama etməməyimin səbəbi odur ki, istəyirəm ki, onu siz edəsiniz, baxıb köçürtməyəsiniz. Mən sadəcə yön göstərmək istəyirəm, yön. 18'den sonra gələn yenə bayaqki kimi hansılardır? 3 ardıcıl cüt natural ədəd. Ədəd ortasını tapıb vurursunuz. Sonra 85 hansı ədəddən hansı ədədi bilmirəm. Deyir ki 4 tam %64 çıxmaq lazımdır ki alınan fərq 5 tam %62 və 6 tam 1000-11 ədədlərin cəminə bərabər olsun. Bu tənliyi həll edəcəksiniz. Yəni məlum hissəni tapacaqsınız. Aldığınız cavabın üzərinə bunu gələcəksiniz. Burada çətin bir şey var mıydı? Yoxdur. Sonra keçirəm 86'ya. Yenə bu da ondandır. 87. Ədədi ortası ən kiçik 2 rəqəmli ədəddən 2 dəfə çoxdur. Ədədi ortasını tapanda toplayıb 3'ə bölürsünüz. Və ən kiçik 2 rəqəmli ədədimiz nədir? Tapırsınız. 2 rəqəmli ədəddən gedir ha. Sonra biri o birindən 2 dəfə çoxdursa, birincini ikinciyə bölürsünüz. Sadəcə hesablamada birinci məxrəci tapın, bölün. Müqayisədə aparırsınız, müqayisədə aparırsınız. Yəni mən elə düşünürəm ki, müqayisəyə diqqət edin. Baxın, 12'den 10 çıxanda 2 eləyir, 2 eləyir, 2 eləyir. Gördünüzmü? Aralarındakı fərq eynidirsə, əgər düzgün olmayandırsa, böyüyümüz kiçik olur, kiçiyimiz böyük olur. Yəni necə kiçiyimiz 10 axı 100'dən kiçikdir. Deməli elə 10'da 12 böyükdür 100'dən. Çünki düzgün olmayandır. Ancaq düzgün kəsirlərdə isə bax düzgün kəsirdə fərq 4'dür. 4'dür fərq. Onda elə kiçik ən kiçiyimiz ən kiçikdir. Elə yəni məxrəclərə baxırıq. Böyük olan böyük olur, kiçik olan kiçik olur. Aydındır?